Salam əziz şagirdlər, bugünkü video izahımda 9-cu siniflər üçün 2024-cü ildə düşmüş buraxılış suallarının izahını verəcəm. Riyaziyyat suallarının izahıdır təbii ki. Keçək sualların izahına. Birinci sualda nöqtələrdən neçəsi A düz xəttinə aid deyil? A düz xəttinə aid olmaq o deməkdir ki, A-nın üzərindədir. A-nın üzərində neçəsi aid deyil deyirsə, bu 4 dənəsi A-nın üzərində deyil, cavab olur D variantı. Keçək ikinci suala. İkinci sualda çoxaltısını bloklara ayırın. Mən buradan 5A-nın mörtəzə xaricini çıxardıram, qalar x kvadrat çıxılsın 4, 5A, x çıx 2, x üstə gəl 2. Cavab olur E variantı. Sonra keçək növbəti suala. Növbəti sualda üçbucağın bir daxili bucağı 44 dərəcə və xarici bucaqlarından biri 138 dərəcə olsa üçbucağın ən kiçik daxili bucağını tapın. Üçbucağın bir daxili bucağı 44 dərəcə. Məsələn, bir dənə üçbucaq çəksək, bir daxili bucağı 44 dərəcə və xarici bucaqlarından biri 138 dərəcə. Fərq eləmir. Hansı xarici bucaq olur olsun. Biri 138 dərəcə. Olarsa üçbucağın ən kiçik daxili bucağını tapın. Məsələn, biz onda bu daxili bucağa da 180 çıx 38, 42 dərəcə olduğunu deyə bilərik. Ən kiçik daxili bucağını tapın. Bu daxili bucağını tapaq. Deməli, 44 üstə gəl 42. 86, 180-dən 86 çıxanda, ondan 6 çıxanda 4, 9, 94. Deməli, kiçik daxili bucaq olur 42 dərəcə A variantı. Dördüncü sualda ifadəsinin qiymətini tapın. Kvadratı yüksəldə bilərik. Birincinin kvadratı, yəni 5 kökdə 2-nin kvadratı bizə verər 25 vur 2. 50 üstə gəlinsin. İkincinin kvadratı 4 kere 3 12 çıxılsın. 2 vurulsun 5 kökdə 2 vurulsun 2 kökdə 3 üstə gəl 20 kökdə 6. 50'nin son 2 gələndə 62. 2'ni 5'e vuranda 10, 10'u 2'ye vuranda 20. Bu ifadə ilə bu ifadə getdi. Cavab qaldı elə 62B variantı. Tənliyini həll edin. Hər tərəfi 10'a vursan, məsələn, bax, mən bu cür ifadələr görəndə, belə kəsirli ifadələr görəndə elə istəyirəm ki, o da məxrəcdə ifadə getsin. Ən rahat üsul odur. Bunu da 10'a vururam. Çünki əkobondur. Bu ifadəni də 10'a vururam. Nəticə etibarilə 10'u 4'ə vuranda 40. 10'u 1 çıx 3x vur 5'ə vuranda bu 10'dan 5 gedir. Qalır üstə gəlsin 2 vurulsun. 1 çıxılsın 3x. Onu da buna vuranda bu 10'dan 2 gedir. Bərabərdir. Mənfi 5 vurulsun. X çıxılsın 5. Olur 40. Üstə gəlinsin 2. Çıxılsın 6x. Bərabərdir. Mənfi 5x üstə gəlsin 25'ə. Keçirsəm hər bu tərəfi, fərqi yoxdur. Hər hansı ifadə, məsələn, ya bunu bu tərəfə keçirək, onda olur belə. Mənfi 5x üstə gəl 6x bərabərdir. 25 atsam bu tərəfə 40 üstə gəlinsin 2 çıxılsın 25. 5x 6x eləyir, təkcə qalır x. 40'ın üstünə 2 yəni 42. 42'dən də 25'i çıxsam, cavabımız qalar 17. Olur cavab A variantı. Aha. Keçək növbəti suala. Hadi bu.
Olur A bəndi burada. Keçək 11-ci suala. 11 daha doğrusu 6-cı suala. Burada 17 olacaq. A oldu. 6-cı sualda nə deyir? Ədədlərdən neçəsi təkdir? Neçəsi təkdir burada? 55 təkdir, 63 təkdir, 303 təkdir, 399 təkdir. Olur 4 dənəsi. Tənliyin neçə həqiqi kökü var? Ya belə deyək də. Tənliyin neçə həqiqi kökünün olması üçün diskriminant sıfıra bərabər olanda tənliyin bir kökü olur və yaxud da 2 bərabər kökü, yəni x1 bərabər x2. Diskriminant sıfırdan kiçik olanda həqiqi kökü yoxdur. Düzdürmü? Diskriminant sıfırdan böyük olanda 2 həqiqi kökü var. Burada indi biz bu ifadəyə baxmalıyıq ki, bu ifadədə diskriminant nədir? Diskriminant bərabərdir b kvadrat çıx 4ac. B-nin yerində 6 durur, 36 çıxılsın 48. Deməli nə oldu? Mənfi oldu. Sıfırdan kiçik. Deməli həqiqi kökü yoxdur. Bir kürəcik Arif və Günay arasında sayları uyğun olaraq 2 və 3 ilə düz mütənsib olmaqla bölüşdürüldü. Günay Arifdən 10 kürəcik çox düşərsə, Günay Arifdən 10 kürəcik çox düşərsə, ümumi neçə kürəcik bölüşdürüldü. Deməli, bu şərt daxilində biz, məsələn, belə fikirləşə bilərik ki, deməli, düz mütənasib bölüşdürülübsə, 2 ilə 3 düz mütənasib bölüşdürüb, Günaya Arifdən 10 kürəcik çox düşərsə, burada Günay üçün 3K-dır, Arif üçün 2K. Deməli, Günayın kürəciklərinin sayı bərabərdir, Arifin kürəciklərinin sayı üstə gəlməsin 10. Onda K eləyir 10. 2 və 3 deyil, 2K, yəni 20, 3K 30. Cavab eləyir 50. B variantı. İfadəsini sadələşdirin. Deməli, normal vəziyyətdə vursam bunu, nə baş verər? 4a kvadrat bc vur 4c kvadrat a kvadrat b. A kvadrat b'lər gedər, c'lər də gedər, qalar 16c. C variantının özü. Onda BAC 40 dərəcə olarsa BC qövsün dərəcə ölçüsünü tapın. Biz bilirik ki, xassiyə görə daxili bucaq söykəndiyi qövsün yarısına bərabərdir. BAC 40 dərəcədirsə, daxili bir qövs olur 80 dərəcə. Bizdən BC qövsünü istəyir. 11-də diaqramda 2 ay ərzində satılan məhsulların sayı göstərilmişdir. Yanvar ayında satılmış skayner və printerlərin cəmi fevral ayında satılmış mouse və notebookların cəminin neçə faizin təşkil edir? Yanvar ayında satılmış skayner və printerlərin cəmi. Yanvar ayı bax bu rəng olduğunu üçün biz bu hissələrə baxacağıq. Yanvar ayında satılmış skayner və printerlərin cəmi. Yanvar ayında neçə skayner satılıb? 40 dənə. 40 dənə skayner satılıb. Üstə gəl. Deməli, 2 aylıq satış. Neçə printer satılıb? Skayner və printer. Printer neçə dənə satılıb? 20 dənə. Toplamda 60 dənə. Fevral ayında satılmış mouse və notebookların cəminin neçə faizini təşkil edir? Fevral ayında satılmış mouse. Fevral ayı haradır bu rəng? Fevral ayında neçə mouse satılıb? Deməli, belə deyək ki, yanvar ayında 40'ı satılıb, fevralda 100'ə çatıb, toplamda 60 mouse. Notebooklar. Yanvar ayında notebook satılıb 10,
50'yə çatıb, deməli satılıb 40 dənə. Toplamda 100. Neçə faizini təşkil edir? 60%-ni təşkil edir, elə deyil. Çünki 60 dənə satılıb, yanvar ayında toplamda 100 dənə. 60 100'ün 60%'ni təşkil edir. C variantı. EKOB 60-80 böl EBOB 60-80 ifadələrin qiymətini tapın. Biz burada belə bir iş görə bilərik ki, biz bilirik ki, EKOB AB böl EBOB AB ortak olmayan sadə vuruqların hansıdır? C'dir. Ortak olmayan, deməli 60'ı sadə vuruqlarına ayırsam 2 30 2 15 3 5 5 1 80'i ayırsam 2 40 2 20 2 10 2 5 5 1. Ortak hansılardır burada? 2'ler ortaktır. Sonra bu 2 de ortaktır. Sonra 5 ortaktır. Olmayan hansılardır? 3 hasilini istəyir. 2 vur 2. Cavab eləyər 12. E variantı. 13'də mənfi 4,2 ədədi koordinat oxu üzərində hansı qonşu tam ədədlər arasında yerləşir? Belə deyək. Mənfi 4 tam 3'də 2 hansı ədədlər arasında yerləşir? Mənfi 5'dən mənfi 4'ün arasında. C variantı. Çoxluqlar verilmişdir. A birləşmə B, kəsişmə C çoxluğunu tapın. A'dan B'ni birləşdirmək bizə nəyi verir? 4'ü verir. Birləşdirmək deyir. Birləşdirmək deyirsə, deməli 1, 2, 3, 4, 5, 6. Düzdürmü? C'dən kəsişdirsəm 2, 3, 5 və salam 1, 2, 3, 2, 3, 5. 2, 3, 5 B variantındadır. 15'te figürü qırıq xəttlər üzrə qatlasaq, düzbucaqlı paralellepiped formalı qutu alınır. Bu qutunun həcmini tapın. Belə deyək də biz. Əgər bu formada mən bunu bağlasam, burada hansı formalı bir figür alınır? Nəticə itibarilə 2, belə deyək. Sonra 6, 3 dənə ölçü var da burada. 5, 2 və 6. 5 kere 2 10. Cevap eləyər 60. E variantı. Düzdürmü? Qatlasam 5 hündür olur. 6 eni olur. Digər tərəfdən də 6. Bəli. Sonra 16'da ABC üçbucağında M'in AC'ye paralel. AC 40. Bura 40. C'nin 18. B'nin 12. M'in parçasının uzunluğunu tapın. Paraleldirsə biz oxşarlıq qura bilərik buradan. Bura alfadırsa burada alfadır. Böyük üçbucaqda. Böyük üçbucaq, yəni söhbət A, B və C'dən gedir. Bax bu üçbucaqdan. Bu üçbucaq ilə bu üçbucaq, bu göstərdiyim kiçik üçbucaq MNB üçbucağı nədir? Oxşar. Oxşarsa böyük üçbucaqda alfanın qarşısındakı BC'nin kiçik üçbucaqda alfanın qarşısındakı B ilə nisbəti bərabərdir. Böyük üçbucaqda, bax bu fi bucağı olsa, böyük üçbucaqda fi qarşısındakı AC'nin kiçik üçbucaqda fi qarşısındakı M-nə nisbətinə. BC 12, 18 nə eləyir? 30. BN 12. AC 40 bölünsün M'in. Bizden de M'in parçasını istəyir. 12 vurulsun 40 beraberdir 30 vur M'in.
Bunlar getdi, bu da getdi, qaldı 4. M'in bərabərdir olur 16. Uzunluğunu tapın deyir. Əla. Keçdi 17-yə. Ən böyük 2 rəqəmli ədədlə məxrəci 33 olan ən böyük düzgün kəsirin hansıdır? Ən böyük 2 rəqəmli ədəd hansıdır? 99. Məxrəci 33 olan ən böyük düzgün kəsir hansıdır? 33-də 32. Bunlar gedər 3 qala, 3-ü 32-yə vuranda 60, yoxsa 96. Bəli. Cavab olur 96. Yaxına gətirək biraz. Sonra 18-də mərkəzi O koordinat başlanğıcı olan iki çevrə uyğun olaraq 6, 0 və 0, -4 nöqtələrindən keçir. Bax, elə bir ki, belədir də. Belə deyək, sənin üçün. Şəkil çəkək. Aha. Mərkəzi koordinat başlanğıcı olan çevrələrdən 0, -4. Uyğun olaraq 0, -4 və 6, 0. Bax, 6, 0 mərkəzi koordinat başlanğıcı olan iki çevrə. Aha. Və olan iki çevrə uyğun olaraq A 6, 0 və B 0, -4 nöqtələrindən keçir. Belə bir formalı çevrədə belə deyək. Budur və 0, -4. Bu A olsun, bu da B olsun, 0, -4. Mesela belə. Bu da olsun B. Bu da koordinat başlanğıcı O. Bizdən A, O, B. Bu üçbucağın sahəsini istəyir, belə deyək. Bax, göstərək. Burada. Bizdən istədiyi bu üçbucağın sahəsini istəyir. Bura 4'dür. Başqa rəngdən göstərirəm. Bax, bura 4'dür. Burada 6. 4 vur 6 böl 2. Yəni -4 olmağına baxmadı. Onsuz da məsafədə mənfilik yoxdur. Bura 2, 2, 6, 12. Üçbucağın sahəsi katetdən. Bura çünki düz bucaqdır. Üçbucaqdır. Belə. M1, M2 bir hədlərin cəminin dərəcəsi 18. Cəminin dərəcəsi. Yəni M1 üstə gəlsin M2 dərəcəsi 18. Yəni tutalım ki x üstəyim. Bunun dərəcəsi 18. Yəni ən böyük dərəcəni götürürük. İndi M1 bir hədçinin dərəcəsi 6. M2 bir hədçinin dərəcəsini soruşur 18. Çünki deyir M1, M2 bir hədlilərinin cəminin dərəcəsi 18. Dərəcələr cəmi demir ki, cəminin dərəcəsi 18. Ayselin 17 bədi 18 elmi kitabı var. O kitablarının 10'unu satdıqdan 10'unu, yəni 10 ədədini 10'unu satdıqdan sonra təsadüfi bir kitab seçdi. Aha. Bu kitabın elmi kitab olması ehtimal 5'dir ki, orası neçə elmi kitab satılıb. Bu adamın 17 bədi 18 elmi kitabı, yəni toplamda neçə kitabı var? 35 dənə. 35 dənə kitabı var. 17 bədi 18 elmi kitabı varsa, bu adamın 35 dənə kitabı var. Ama o kitaplarda 10'unu sattı. 10'unu satırsa mümkün al 25 dənə kitab qalır da. Təsadüfi bir kitab seçilir. Bu kitabın elmi kitab olması ehtimalını 5'dir ki. Təsadüfi bir kitab seçilir. O bədii də ola bilər. Elmi də ola bilər. Düzdürmü? İndi tutalım ki bədii kitab olsa, mesela 25'te 17 neçə elmi kitab satılıb da birlikdə. Bilmirik yaxı neçə elmi kitab satılıb. Nəticə itibarilə bizə deyir ki, bu kitabın elmi kitab olması, yəni 18 çıxılsın x
Bilmirik neçə kitab satılsa. Neye beraber? 5'te 2'ye. Bunu da 5'e vursam 25'te 10'a. 18 çıx x beraberdir 10. X beraberdir 8. Yani 8 dənə elmi kitap satılıb. 8 elmi kitap satılıb ki 25'te 10 ehtimal qalır da. Ümumi kitabların sayı axı 35 idi. Olarsa y-in ən kiçik tam qiymətini tapın. Deməli, mən burada x plus 2y bölünsün y beraberdir 4. Buradan x plus 2y beraberdir 4y. Buradan da x beraberdir 2y. X'i tapdıq 2y. Gətirib yerinə qoysam 2y. Bizə nə verir? 7 kiçikdir 3y. Kiçikdir 20. Hər tərəfi 3'e bölsəm 7 bölü 3 kiçikdir y. Kiçikdir 20 böl 3. Bizə y-in ən kiçik tam qiymətini istəyir. 7'nin 3'e bölündə nə düşür? 2 tam nə qədərsə. Kiçikdir y-dən. Kiçikdir 6 tam nə qədərsə. İndi y-in ən kiçik tam qiyməti elə 3'ün özü. Cavab olur 3. Sonra 22'də deməli, ana və qızının yaşlarının cəmi 62'dir. Ananın 4 il əvvəlki yaşı qızının 6 il sonraki yaşından 3 dəfə çox olarsa. Ana və qızının yaşlarının cəmi 62'dirsə, ana üstə gəlinsin qızı 62 yaşı var. Ananın 4 il əvvəlki yaşı, ananın 4 il əvvəl yaşı neydi? Ana çıxsın 4. Qızının 6 il sonraki yaşından 3 dəfə çox olarsa. Qızı üstəgəl 6 il sonraki yaşından 3 dəfə çox olarsa. Ananın indiki yaşını tapın. Məsələni tənlik və tənliklər sistemi qurmaqla həll edin. Olsa tənlik quraraq həll edirik bu məsələni. Ana çıxılsın 4 bərabərdir 3 qız üstəgəl 18. Nəticə etibarilə ana çıxılsın 3 qız bərabərdir 22'yə. Ana üstə gəlinsin qız bərabərdir 62'yə. Biz bunları alt-alta toplasaq 3'e vuraq toplayaq da ki ananın indiki yaşını, ananın yaşını soruşur. 3'e vursaq 3 ana deməli üstə gəl 3 qız. Yox 3 qız var idi də. Bir dəqiqə. Burada bəli 62 olur. Bunu 3'e vursaq deməli 3 kere 2 6 3 kere 6 18 186. Alt-alta toplasaq 4 ananın yaşı bərabərdir 8 deməli 208 ananın yaşı bərabərdir 52. Hal-hazırda ananın 52 yaşı var. Belə. Qrafikdə test tapşırıqlarını eyni gündə yerinə yetirməyə başlayan Akif və Elnurun hər günün sonunda qalan sual saylarının günlərə görə dəyişməsi verilmişdir. Neçənci günün sonunda Akifin və Elnurun sual sayları bərabər olar. Deməli bu sual normal, yəni funksiyanın əslində həlli üsulundan gedən sual tipidir. Yəni bir növ həyatı sual inteqrasiya olunmuş sual. Gəl belə deyək. Akif üçün məsələn tutalım ki, belə bir funksiyanın qrafikidir. Bax bu funksiyanın məsələn belə bir funksiyanın qrafikidir. Bura 2100'dür. Bura 15. Olarsa bu funksiyanın qrafikinə görə tənliyin qurmaq lazım və digər tərəfdən yeni deyilir. Burada bir məsələ var ki, Akif və Elnurun qalan sualların sayı bərabər. Bərabər harda olur? Bax burada. Neçə gün? Neçənci günün sonunda? Yəni bunun biz günün tapmalıyıq da bərabər sayda kəsişdiyi nöqtəni.
Kəskin nöqtəni tapmaq üçün iki funksiyanın qrafikindən alınan tənlikləri bərabərləşdirmək lazım. Akif üçün tənliyi yazsam, y bərabərdir kx plus b-dən. Bu 2100'ü fikirləş ki, bax, bura y-dir, bura x. Bu 2100'ü tapmaq üçün bu 2100 nöqtəsində x nə alır? 0. Yəni, belə yazaq ki, y-in yeni 2100 bərabərdir 0 vur k üstə gəlsin b. B nə oldu? 2100. Eyni zamanda 2100'e bağlı olan bu 15'i x alırsa, x'in 15 nöqtə y nə olur? 0. 0 bərabərdir 15 vur k üstə gəlsin b-ni yeni 2100 qoyuram. Funksiyanın ümumi formulu budur da. Funksiyanın formulu budur. İndi mən buradan mənfi 2100 bərabərdir 15k alaram. K'nı nə taparam? Mənfi bir dəfə 15 60'da 4 mənfi 140. K'nı tapdıq mənfi 140. Yəni funksiyamızın ümumi vəziyyəti oldu belə. Y bərabərdir mənfi 140 x üstə gəl 2100. Bu belə. Birinci üçün qrafikimiz oldu belə. Keçək ikinci grafikə. Yəni Elnur'un oxuduğuna görə. Elnur bu nöqtədə 1800'də B olur 1800'də. Bayaq tapdıq da, yəni nətər olursa x 0 olur deyə. K'nı tapmaq üçün 20'ni vururam K'ya bərabər mənfi 1800'ə. Buradan K olur mənfi 90. Yəni Elnur üçün də funksiya oldu y bərabərdir. Y bərabərdir mənfi 90 x üstə gəl 1800. Elnur üçün də oldu bu. Funksiyalar bərabərləşdirməkdə biz. Yəni bir ortaq yeganə kökü var. Mənfi 140 x üstə gəlsin 2100 bərabərdir mənfi 90 x üstə gəlinsin 1800. Bu ilə keçirəndə 50x bərabərdir 300'ə. X də bərabərdir 6'ya. Cavab oldu 6. Qəşəng sual idi. Perimetri 20 cm bucağı 60 olan bərabər yanlı trapesiyanı. Bir dənə bərabər yanlı trapesiya çəkək. Belə. Perimetri 20. Yəni C, AB bərabər yanlı deyil axı. 2C üstə gəl A üstə gəl B. Nəyimizdir bizim? Perimetrimiz. İti bucağı 60 dərəcə. Bax, bura 60 dərəcə. Olan bərabəryanlı trapesiyanın diagonalı oturacaqla 30 dərəcəli bucağı əmələ gətirir. Bu diagonal oturacaqla 30 dərəcəli bucağı əmələ gətirir. Belə. Şəkli yaxına gətirək. Daha net şəkildə görək bunu. Vay, şəkil təmiz getdi. Bunu kiçildək biraz. Deməli, bir dənə trapesiya çəkək. Bərabər yanlı. Aha. İti bucağı 60 dərəcə. Diagonal. Oturacaqla 30 dərəcə bucağı əmələ gətirir. Belə. Trapesiyanın kiçik oturacağının uzunluğunu tapın deyir. Perimetri 20'dir. Burada yazaq 20. Belə deyək. Əgər bu 30 dərəcə əmələ gətirirsə, onda burada 30 dərəcədir. Bura 30 dərəcədirsə, burada 30'dur. Və buradan alındı ki, bununla bu bərabər yanlı. Deməli, bura A-dırsa, burada A-dır, buranın da A olduğunu bilirik. Sonra nə etmək olar? Bax, mən belə bir formalı hündürlük çəkirəm. Buraya 2A qoyuram, burada 2A qoyuram. Səbəbini deyəcəm, niyə qoyuram 2A? Onda bura 30 dərəcə qalırmı 60'dırsa? 60'dırsa burada qaldı A. Çünki 90'ın qarşısındakı 2A'dırsa 30'un qarşısındakı A qalmalıdır. Belə də bir qırıq-qırıqdan bir hündürlük çəkirəm, buna fikir verin. Bura onda 2A'dırsa, burayı təzədən nə olur? A. Nəticə etibarilə
2A üstə gəl 2A üstə gəl 2A üstə gəl AA 2A 4A bərabərdir 20-yə. 2 2 2 6 10'a. 10'a bərabər 20. A bərabər 2. A'nı tapdıq. Trapeziyanın kiçik oturacağın uzunluğu da 2A olduğu üçün 2'ni 2'ye vururuq olur 4. Cevap olur 4. Çok süper bir sual idi həqiqətən. Sonra 25'te ABC üçbucağında BM 12. Aha. CM 16. Bu da qəşəng. SAMB 60. SABC'ni soruşur. Son suallar xeyli dərəcədə qəşəng suallar düşür bax. Fikir verirəm. Keçək nəzə 25'e. Tam olaraq biz bilirik ki, üçbucaq üçün məsələn bunları silsəm, yəni silməsəm də ki, S A B M'in S A M C'ye nisbəti elə B M'in M C'ye nisbətinə bərabərdir. S A M B nə verib? 60. S A M C'ni bilmirəm. Yazıram A M C. B M'i verib 12. M C'ni nə verib? 16. Bu 60'dan 12 gedər, burada qalar 5. S A M C bərabərdir 80. Buranı da tapdıq 80. Toplamda bu 2 bununla bu figurun da ikisinin üçbucağın sahəsi bizə A, B və C üçbucağın sahəsini verirmi? Verir. Cevap olur 140. Belə uşaqlar. Bitti suallar. Qəşəng suallar idi. Həqiqətən 2023'dən 24 arasında demək olar ki, dünyalar qədər fərq var. Bu 23'dür. 23 də pis değildi. Amma 24'ün sualları çox qəşəng suallar idi və 25 bundan da mükəmməldir. Fikirləşirəm 25'in izahını 25'in olsa canlılarda izah eləmişəm, amma yenə də izahlarını atacağım. Belə, sağ olun uşaqlar, uğurlar sizə.